Bu astronomiyadır. Bu ise astrologiyadır. Bəs səncə fərq nədədir? Astronomiya, kainatı, ulduzları, planetləri və digər kosmik cisimləri elmi üsullarla öyrənən sahədir. Astrologiya isə ulduzların və planetlərin insanların xarakterinə və ya həyatına təsir etdiyini iddia edən inanclar sistemidir. Sadə desək, astronomiya elmdir. Astrologiya isə inanc və ya ənənəvi baxışdır. Bu kimyadır. Bu isə əl kimyadır. Bəs səncə fərq nədədir? Kimya maddələrin quruluşunu, xüsusiyyətlərini və çevrilmələrini öyrənən elmdir. Əlkimya isə qədim dövrlərdə maddələri dəyişdirməyə çalışan bir təlim idi. Əlkimyaçılar adi metalları qızıla çevirməyə və ya ölümsüzlük sirrini tapmağa çalışırdılar. Sadə desək, kimya elmdir, əlkimya isə onun qədim sələfi hesab olunur. Bu ezoterikadır. Bu isə okultizmdir. Bəs səncə fərq nədədir? Ezoterika. Yalnız müəyyən insanların əldə edə biləcəyinə inanılan gizli biliklər və mənəvi təlimlərlə bağlı anlayışdır. Okultizm isə gizli qüvvələr, sehr, rituallar və mistik təcrübələrlə əlaqəli inanclar və praktikalar toplusudur.